Salam dəyərli yoldaşlar. Bugün Nizami Gəncəvinin İsgəndərnamə əsərinin nəsr formasında təhlilinə baxacağıq. Bildiyimiz kimi İsgəndərnamə nəzm formasında yazılıb. Qeyd edim ki, bu nəsr formasında izaha baxıb qarşınıza çıxa biləcək İsgəndərnamə sualından 99%-ni düz yaza bilərsiniz. Çünki hər bir şey burada vurğulanıb. Bildiyimiz kimi iki hissədən ibarətdir: şərhnamə və iqbannamə. Birinci şərhnamə hissəsindən başlayaq. İskəndərin təlim alması. Həqiqət dünyada ataya ağıllı oğuldan başqa bir hissəyi var mıdır? Feyləqus oğlu İskəndəri oturtdu ki, ədəblə hünər öyrənsin. Niqamuş biliklə dolu alim idi. Ərəstu da onun oğlu idi. Şəhzadə yəni İskəndər illərlə çox çalışdı. Qulağı elindən başqa bir şey eşitmədi. Həmdərsi Ərəstun İskəndərə bir qardaş kimi idi. Atasından bilik aldıqca, yəni Ərəstun atasından bilik, Niqamuşdan bilik aldıqca hər zaman ona da öyrədərdi. Niqamuş bilirdi ki, bir gün İskəndər tacdar olacaq bir gün. Ona görə talih xidmətdə duran zamanda, söz qaşı möhrünə vuran zamanda oğlunu tapşırdı gənc şəhzadəyə. Yəni ulduzlar xoşbəxtlik göstərən vəziyyətdə olduqları bir gündə o Ərəstunu İskəndərə tapşırdı. Peyman ver dedi. İskəndərdən söz aldı. Sən meydanlarda at sürərkən oğlundan nəzər götürmə. Çətin işlərdə onunla birlikdə məşvərət et. Səndə dövlət vardır, onda da hünər. Hünərlə dövlət bir çəkiyə gələr. İskəndər öz zadına söz verdi. Hər əmrinin qəbuldur. Taxtınla tacımla hökmran olsam, Ərəstun vəzirim olacaq dedi. Ərəstun vəzirim olacaq. İskəndər Ərəstuna razılıq vermədən bir quş belə şişə taxmazdı. Vaxt çatdı, Feyləqus dünyasını dəyişdi. Taxtını oğlu İskəndərə verdi. İskəndərin taxta çıxması. Elə ki, Rum şahı taxta oturdu, atasında gördüyü rəsmi ayini bəyəndiyini saxladı. Bax, qoysa ki, atasından gördüyü rəsmi ayinin hamısını ləğv etdi, fikir yanlışdır. Bəyəndiyini saxladı. Köhnə adətləri möhkəm saxladı. Keçmiş qanunları bərk qucaqladı. Deməli, köhnə qanunları, keçmiş adətləri ləğv etmir, saxlayır. Daraya xərac yenə də verilirdi. Yəni, İskəndər ilk əvvəldə taxta çıxanda daraya xərac verilməsi davam edirdi. Yəni, həm İskəndər, həm də Feyləqus daraya xərac verirdilər. Feyləqusun əmrində olan hər diyar onun da əmrinə boyun qoyurdu. Dostluqda atasından daha da mətin, atası kimi ədalət xəttindən uzaq getməzdi. Bütün tacirlərdən o borc almadı. Bax, bura diqqət edin. Bütün tacirlərdən o borc almadı. Ölkədə kimsədən xərac almadı. Dehqan vergisinin üzərindən qələm çəkdi. Sərmayəsizlərdən dirham almadı. Ərəstun da şahın vəziri idi. Yaxşı yamanda şaha kömək edərdi. Az zaman içində Cahangir oldu. Zənci qoşununun gəlməsindən İskəndərin xəbərdar olması. Elə ki, günəş hər yana şəfəq saçdı, səhər açıldı. İskəndər qədimki aynində durub eyvanda şöfqətli bir məclis qurdu. Elə bu zaman uzaq ellərdən aman səsi gəldi. Məclisdə padşaha bildirdilər ki, bir yığın məzlum amana gəlmişdir. Rum sultanından kömək istəyirlər. Deyirlər ki, Misrə cahan dar olub. Zəncilər bu səfər axınla gəlib. Çöllərdə dolaşmaq çətindir. Qətrandan da qara. Hamısı deyir qətrandan da qala. Yəni, burada zəncilərin görünüşü təsvir olunur. Şah köməyə çatmasa, zəngin diyar qarətə gedəcək. Şah fərman sizin deyir, bizlər bəndəyik, deyirlər. İskəndər bildi ki, zəncidə hədsiz qoşun var. O hədsiz qoşundan qorxdu hökmran. Deməli, İskəndər zəncilərin qoşunundan çəkinir, qorxur. Qorxusuz olurmu ağıllı insan? İskəndər vəziri dəvət etdi. Yəni, Ərəstunu. Onunla məsləhət edir. Ağıllı, bilikli vəzir tədbir tökdü və qalx dedi. Bəxtini sına. Ordunun əli zəfərlər çalsa, şahlıq təməli də möhkəm olar. Misir də, zənci də sənə ram edər, yəni sənə tabi olar. Gənc hökmran rəhbərin əmri ilə Makedoniyadan bayaq uzatdı.
ordusu Misirdə durdu. Əmr etdi ki, Nil sahilinə keçərək çöllərdə məskən tutsunlar. Zənci o qoşunu görüncə gözündən dünya sevinci qaraldı. Bu döyüş elə yerdə idi ki, bu döyüşün yerini təsvir edir. Cəhənnəm kimi idi. Bu yerdə qulyabanilər yaşayır, hər yerə soxulurdular. Yəni sonda da bu zənci qoşunun başçısı pələngər idi. Yəni sizə verilən hissədə söz yox. Bu vurğulanmır. Amma zənci qoşununun başçısı pələngər olmuşdu və İskəndər sonda pələngəri məğlub edir. Daranın İskəndərdə müharibəyə qoşun çıxarması. Yəni burada əsasən nəyə diqqət etmək lazımdır? İskəndər zənci qoşunundan qorxuya düşür. Yəni bunu salsalar da xronologiya kimi, yəni ardıcıllıq kimi sala bilərlər. Çünki burada çox da sizə verilən hissədə məlumat yoxdur. Sadəcə Misirlilər gəlirlər zənci qoşununa kömək istəyirlər. İskəndər də zənci qoşununu, yəni pələngəri məğlub edir və Misirliləri bu zülmdən azad edir. Daran İskəndərlə müharibəyə qoşun çıxarması. Məzlumlar hər yandan axara gəldi. Coşqun sel tufan qoparır, dedilər. Daranın ordusu bu səfər edərkən polad geyimlər yerlər qaraldı. Bir cəsus, düşmən sərxoşdur. Aha, demək burada cəsus obrazını biz görürük. Cəsus obrazı bir də hansı əsərdə var idi? Qazan xan evinin yağmalandığı boyda. Düşmən sərxoşdur, durduğu yerdə qafil olmuşdur. İskəndər qəflətən bir basqın etsə, bir anda mülkündən çıxarar, deyə söylədi. İskəndər gülərək cavab verdi. Afitab gizlində qalmağı sevməz. Böyük İskəndər döyüşdə adi quldur kimi zəfər qazana yararmı? İskəndər bunu özünə sıxışdırmır. Bu qızğın xəbər get-gedə böyüdü. Ölkəyə bir qorxunc əjdaha yaxındır. İskəndər tədbir gördü. Bütün ölkələrə durmadan dərgaha əsgər yığılsın, deyə xəbər göndərdi. Aha. Bütün ölkələrə dərgaha əsgər yığılsın, deyə xəbər göndərir. Rumdan, Əfrəcdən, Misirdən, Rusdan bir ordu qurdu. Ordu toplanınca İskəndər sayından xəbər verilsin, deyə əmr etdi. Sayıçılar padşaha məlumat verdi. Dərgaha 600 min əskər gəlmişdir. Ordu hər yandan yığışıb gəlincə çalğısız, içkisiz bir məclis qurulur. Qoyar ki, çalğılı, içkili bir məclis qurulur, fikri yanlışdır. Çalğısız, içkisiz bir məclis qurulur. Aqillər uca dərgaha yığılıb padşaha diqqətlə qulaq verdilər. İskəndər bütün işlərdə Daranın açdığı o döyüşdən söz açdı. Şübhə yox ki, o adlı tacirlər dedi, bizimlə döyüşə vermişdir qərar. Hərb üçün, sülh üçün fikriniz nədir? Düşmən çox yaxındır, tədbir göstərin. Qoca Daradan taxta acalarsan, mən bununla zalım adlanaram. Dara öz mülkündən çıxsın deyə qıymaram. Mən kəyanlara yamanlıq etmərəm. Çünki bugün bu əməlim düşməni bizlərdən üstün çıxarsın deyə qorxuram. Bu yolda düzgün bir tədbir göstərin. Sonunda işimiz çətin olmasın. Sağlam bir fikir düşünüb söyləyin. Bu döyüş haqqında fikriniz nədir? Bilikli, şuurlu, ayıq başçılar diqqətlə çox dinlədilər. Hamısı ona hörmət dil tökdü, padişah çox sana elədilər. Bu yaşıl ağaca uğurlar doğsun, yəni padişaha dua edirlər. Bu yaşıl ağaca uğurlar doğsun. Kökləri möhkəmdir, adı ucadır. Dünya taxtınla, tacınla qurulsun, düşmənin başı qapında tac olsun. Şahın buyuranları tamamilə doğrudur. Bir də biz onu təkrar edəkmi? Əmrindən dönmərək, sözün fərmandır. Padişahın yolunda canlar qurbandır. Sözləri bununla da bitirdi. Ancaq sən qan tökməyə ilk qoyma ayaq. Kayanın taxtına sən hörmət göstər. Öncə qan tökməyə cürət etməsən. Şahın hamının fikrini öyrənərək sərkərdələrin kömək edəcəyini bildi. Yəni artıq o gün ordunu yeritməyə əmr etdi. Yəni hücum edir Daranın üstünə. Daran İskəndərlə müharibəsi. Çin şahı səhərdən nəfəs verərkən Ədən ulduzu günəşə dəyişdi. Yəni səhər açılıb günəş çıxınca Ədən dənizinə bənzəyən göy ulduzlarını verib, onun əvəzinə günəşin aldı. Ordu toqquşma yerinə yetişdi. Hər iki ordu üz-üzə gəlirdi. İskəndərlə Daranın ordusu. Nə ürəkdə dinizlik, nə gözdə uyğu var idi. Hər iki tərəfdə ordu qaynayırdı. Üz-üzə durdular. Döyüş yerində heç birində döyüşə cəsarət yox idi. Buna diqqət edin. Heç birində döyüşə cəsarət yox idi. Hamı düşünürdü ki,
Bəlkə sülh olsun. Qılınclar qınında sakit otursun. Meydanı qanlı vurhavur bürüdü. Döyüşdə igidlər getdikcə coşur, İran tacirləri səhərdən durdu, olduqca mükəmməl bir ordu sazladı. Yəni İran tacirləri burada Daran deyir. Səhər durdu, olduqca mükəmməl bir ordu sazladı. Öncə sağ qanada bəzəklər saçdı, əjdaha qılınclar ağzını açdı. Sonra da sol qolu nizama saldı. Cəbhəyə Poladdan bir dağ ucaldı. Bir dağ ucaldı. O yandan Rum şahı ordunu qurdu. Silah istəyənə silah payladı. Yəni Rum şahı İskəndəri deyir. Kömək istəyənə pənah payladı. Sağ qolu qılınc və qalxan bəzədi. Dağ tək önünə arxanı möhkəmlətdi. Coşduqca fillərin sərxoş nərəsi, ərlərin kəskin nəfəsi tıxandı. Daranın qəlbi ordu mərkəzində bir aslan ürəyi kimi darıldı. Rumların qədərsiz qanı töküldü. Torpağa 1000 pəhləvan sərildi. Rumların qədərsiz qanı töküldü. Torpağa 1000 pəhləvan sərildi. Pəhləvanların sayı dəqiq verilib. Bu yanda İgid İskəndər qılıncla dünyada qanlı bir məhşər qaldırdı. İki əl qan tökər, çalışar durmaz, hər əldə kəsərli almaz bir qılınc. Hər iki əlində qılınc var. Daraya dedilər, bu qızmış aslan çox adlı igidi atından saldı. Orduya əmr ver, kinlə dolaraq hər yandan yürüşə üstünə axsın. Hər kəs İskəndərin üstünə axsın. Darada bu fikri məsləhət gördüm. Ordular dəniz tək hərəkət etsin. Hamısı bir səmtə, sel kimi bir səmtə axsın. İskəndərin üstünə cilov buraxsın. Daranın əmri ilə ordu yer-yerdən qaynayıb birdən irəli atıldı. Cilovlar həmlə edərək parladı. İki əli ilə qılınca sarıldı. İskəndər elə divanı görüncə düşmən kimi şərbi bəyanı atdı. Əmr etdi ki, tərpənsin dəniz. Hər kəs öz canını əziz tutmasın. Düşmənin yoluna hər yandan tutsun. Qılıncdan keçirsin, aman verməsin. Hər iki cahan bir-birinə girdi. Daranın iki baş sərdarı vardı. Üzdə dost, ürəkdə kin tutardı. Daranın kinindən yorulmuşdular. Ortada bir ürək inciliyi vardı. Şahı öldürmək üçün əlbir oldular, yəni bu iki xain. Kin ilə oturub tədbir tökdülər. Daranı öldürmək üçün gedib İskəndərə sığındı onlar. Daranın bizə çox ehtimadı var. Qoca tacirlər təkcə bizə inanır. Zülmündən yanaraq tədbir etmişik, öldürmək üçün fikrində əlbir olmuşuq. Yəni öldürmək istəyirlər Daranı. Ancaq sən bu şərtimizə doğru qal. Xəzinənin ağzını bizə geniş aç. Yəni Daranı öldürmək əvəzinə İskəndərdən xəzinənin ağzını geniş açmasını onlar İskəndərdən istəyirlər. Dedilər, Rumlu hökmran bu iki xainə söz verdi. İskəndər onlara söz verdi. Onlarla peyman bağladı, buna diqqət edin. Lakin İskəndər buna inanmadı. İskəndər bu iki xainin Daranı öldürəcəyinə inanmır. Xainlər Daranı öldürə bilsin. Hökmran bu zülmə ədalət gördü. Hökmran bu iki xainin o Daranı öldürməsini ədalət görür. Deməli İskəndər bunu ədalətli bir şey kimi görür. Xatirinə köhnə bir dastan gəldi. Dovşanın hər bir yerin məsəl var, yenə o yerin tazısı tutar.